8 il həbsə məhkum edilmiş 31 yaşlı jurnalist Ruxşona Hakimova uşaqları ilə telefonla danışır. Babacan, assalamualaikum. Salam anacan, yaxşısan? Yaxşıyam. Nə? Mənim üçün darıxmışdın. Hə? Nə qədər darıxmışdın? Ta asmanı. Göylər qədər. Mən də səni göylər qədər sevirəm. Bu 3 yaşlı Şahnura və 1 yaş yarımlıq Şükrananın anasız qeyd etdiyi ilk yeni illəri idi. Bayram ərəfəsində jurnalistin ailəsi Tacikistan hakimiyyətindən onun azadlığa buraxılmasını, uşaqlarının yanına qayıtmasını xahiş edib. Anasının səsini eşidən körpə ana deyir və onun şəklini öpür. Təxminən 1 il əvvəl Ruxşona həbs ediləndə onun qızı çox balaca idi. Hökm oxunanda uşağın cəmi 8 ayı var idi. Ana südü ilə qidalanırdı. Əvvəl çox əziyyət çəkdi, gecələr ağlayırdı və uzun müddət süni qidaya öyrəşə bilmirdi. Buna görə də tez-tez xəstələnirdi. Həyat yoldaşı ilə birlikdə nəvələrini böyüdən Maksuda Şarofova deyir ki, uşaqlar ayrılığı çox ağır keçirirlər. Şahnuranın hələ 3 yaşı tamam olmamışdı. Hər gün soruşurdu, mənim anam hardadır? Uşaq bağçasından qayıdanda otaqları gəzib onu axtarırdı. Biz deyirdik, ana xəstəxanadadır. O hələ də buna inanır. Jurnalistin valideynləri deyir ki, uşaqlara yalan danışmağa məcburdular. Hətta görüşlər zamanı həbsxananı da xəstəxana adlandırırlar. Tezliklə ananın yanına gedəcəyi deyəndə uşaqlar günləri saymağa başlayırlar. Böyük qız hər səhər oyananda görüşə neçə gün qaldığını deyir. Ruxşana da deyir ki, güya xəstəxanadadır və burada hər şey o qədər də pis deyil. Sağollaşanda deyir ki, hələ 4 iynə qalır. Onlar bitəndən sonra çıxacaq. Yazıq ümid eləyir. Ruxşona Hakimova dövlətə xəyanət ittihamı ilə 8 il azadlıqdan məhrum edilib. Ruxşonanın Çin təsiri ilə bağlı apardığı jurnalist sorğusu xüsusilə ağır cinayət kimi qiymətləndirilib. Məhkəmə qapalı keçirilib, detallar açıqlanmayıb. İş üzrə bütün apellyasiyalar rədd edilib. Məhkəmə uşaqları nəzərə alaraq cəzanın təxirə salınmasından da imtina edib. Ruxşona özü, vəkili, ailəsi, hüquq müdafiəçiləri hökmü amansız və ədalətsiz hesab edirlər. Dünən yenidən yazdım ki, əgər bir imkan varsa, uşaqları nəzərə alaraq Ruxşonanı azad etmək lazımdır. Biz uşaqlar üçün hər cür şərait yaratmışıq, amma ana sevgisi tamam başqa şeydir. Uşaqlar 2 aydan bir həbsxanaya anasını ziyarətə gedir. Hər dəfə yanına gedəndə böyük qızı çox ağlayır və anasının yanında qalmaq istəyir. O isterika keçirir. Qayıdandan sonra isə bir həftə boyunca anasını düşünərək kədərli olur. Jurnalist saxlama şəraitindən şikayət etmir. Dərnəklərə qatılır, ingilis dili öyrənir. Lakin övladlarından ayrı olmaq onun üçün olduqca çətindir. 31 yaşlı Ruxşona Hakimova həm təhsili, həm də peşəsi jurnalistikadır.